Salam dostlar, hər vaxtınız xeyir olsun. Ekranda gördüyünüz kimi sınaq imtahanı 4, mövzular orta əsrlər Azərbaycan ədəbiyyatı 13-16-cı əsrlər. Demək bu 20 sınaq ədəbiyyat toplusundandır. Birinci sualımız İmadəddin Nəsimi ilə bağlıdır. Sığmazam qəzəli ilə bağlı doğru fikirləri tapmalıyıq. Demək, qəzəl tərqət şeirlərindəndir bir doğru. Birlə başlandığını nəzərə alsaq, demək, D variantı ilə E variantını silirik. Əruz vəznində ədəbiyyatımızda az istifadə olunan bəhərdə yazılıb. Hansı bəhərdə yazılıb? Yadımıza salaq, Rəzəc bəhərində. Demək, Rəzəc bəhri ədəbiyyatımızda az istifadə olunub. Orta məktəbdə cəmi sığmazam qəzəli bir dənə. Başqa nümunəmiz yoxdur. 1-2 olduğunu nəzərə alıb C variantını da silirik. 4-ə baxın. Sufizm müddəalarının izahı verilib. Bu yanlışdır. Bu hürufi şeirlərindən də ona görə sufizm yoxdur. Lirik qəhrəman əsas fikrin ifadəçisi yerində çıxış edir. Bəli. Bu belədir. Lirik qəhrəman fikirlərin doğruluğunda tərəddüdlüdür. Xeyr, tərəddüdlü deyil. Əmindir fikrinə. Kitabda da, izahında da bu cümlə keçir. Buna görə testimizin cavabı A variantı. Xətainin Dəhnamə əsərindəki məşğul obrazı ilə bağlı doğru fikri müəyyən edin. Demək, məşğul obrazının xarakteri haqqında aydın təsəvvür yaranmır, yaranır. Məşğul obrazı dini obrazlardan birinin nəfəsinə bənzədir. Məşuqə özünü dini obrazlardan birinin nəfəsinə bənzədir. Həzrəti İsa'nın nəfəsinə yox bənzədir. Bir şey yox. Əsərdə məşuqə obrazı özü haqqında təvazökarcasına danışır, xeyr, lovğalıqla danışır. Deyir ki, ona deyin ki, şah mənəm. Belə bir şeylər deyir orada səhv eləmirəmsə. Məşuqə aşıqın bütün elçilərini hörmət və ehtiramla qarşılayır, xeyr. Sonda göz yaşının 3-cü məktubunda ona hörmət qarşılayır. Bir də 10-cu məktubda da Səbanı. 9-10-cu məktuba aiddir bu ancaq. Əvvəlkilərin heç birinə aid deyil. Şair məşuqə obrazını yaradarkən onun gözəlliyin təsvirinə daha çox diqqət yetirmişdir. Bəli, doğru fikirdir. Testimizin cavabı E variantıdır. 3-də klasteri hansı fikirlərlə tamamlamaq mümkündür? Mövzu baxımından Avesta ilə səsləşən məqamlar Dastan Əhməd Hərami poemasında. İlk müəllifli mənzum epik əsərdir. Avesta ilə bunun bu hissəsi səsləşmir. Ondan başqa da ilk müəllifli mənzum epik əsər Nizami Gəncəvidə, Əfzələddin Xəqanidə. Yəni bu deyil yəni. Sonra 9 məclisdən, xeyr 6 məclisdən ibarətdir. Xalq əsərdə Əhmədi zalım və şərəfsiz adlandırır. Bunu xalq adlandırmır, Güləndam adlandırır. Xalq sadəcə onun ölümünə sevinir. Əsərdə xalq şeir dilinə xas olan ifadələr klassik poeziyanələrlə uyğunlaşdırılmışdır. Bəli. Xalq ifadələrindən istifadə olunub. İnsana yaraşmayan mənfi sifətlər tənqid olunur, kin, kudurət tənqid olunur. Bəli, 4-5 testimizin cavabı A variantı. Davam edirik. Balacıq qətər. Demək, 4-də nümunədə işlənmişdir. Nə? Leyli demə cənnət içrə bir hur, Məcnun demə zülmət içrə bir nur. Demək, demə sözləri təkrir. Cənnət, zülmət, nur, təzad. Leylini hura bənzədir, Məcnun da nura bənzədir. Bu da təşbih D variantı. Sonra. Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən eləməliyik. Demək, burada yazılıb ki, sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Deyir ki, artıran söz qədrini sidq ilə qədrini artırar. Kim nə miqdar olsa, əhli neylər o miqdarsız. Demək, bir doğrudur. Bizə doğrular axtarırıq. Söz arif insanlara məxsusdur və hansı qəlbdə yanarsa o qəlbi işıqlandırar. Yox, bu deyil. Orada belə bir beyt keçir. Deyir ki, olmayan qəvvası bəhri mərifət arif deyil. Kim sədəf tərkibi təndir lölü şəhvar. Orada da
bu fikir ifadə olunmur. Deyək ki, mərifət dənizinin üzgüçüsü deyilsə, o arif deyil. Bu da o fikir deyil. Söz sirlər xəzinəsinin qoruyucusudur. Deyir ki, xazini gəncini əsrardır, hərdəm çəkər, dişli izharə min gövhəri əsrar söz. 3. Sonra söz dostlar arasında körpü rolunu oynayır, belə fikir yoxdur. 5-də qiymətli sözlər danışıq öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olarsan. Bir sözə ihya ki, tutduqca səni xabi əcəl, edə ol saət səni, ol uyqudan bidar söz. A variantı. 6-da. Demək, hara getdik? Xətainin Dəhnamə əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Fars dilində yazılmışdır, yanlış. Əsər A, B, B, C, C şəklində qafiyələnmişdir, doğru. Məsnəvidir. Məşuqa özünü İsa Peyğəmbərin ölüləri dilində nəfəsinə bənzədir. Belə şey mi var? Yoxdur məncə. Belə şey. Sonra. Sevənlərə əblə adlandıraraq onlara gülən aşıqın həyatı məşuqəni bağda görəndən sonra biz. Bağda görəndə yox, bu da görə. Aşıq zülmət gecələrdə ayın ona görünmədiyindən şikayətlənir. Demək, orada belə bir şey deyir, zülmət gecələr, uzun gecələr səhər görünməz, zülmətdə mənə qəmər görünməz. Belə bir şeylər deyir. E variantı. 7-ci sual. Leyli və Məcnun, Füzuli Leyli və Məcnun poeması ilə bağlı yanlış fikirləri müəyyən edin. Demək, burada poemanın yazma təklifini müəllif öz oğlundan alır, bu yanlış. Cavabın biri 1. Müəllif bəxtə müraciət edib ona vəfasız olmamağa çağırır. Demək, testimizin cavabı 1 ilə başladığına görə E variantı ilə C variantını silirik. Demək, burada sonra bəxtə müraciət edib ona vəfasız olmamağa, bəli, bəxtindən kömək istəyir. Poema mövzusunun götürüldüyü dildə yazılıb, xeyr, ərəb əfsanəsindən götürülmüşdür, poema ərəb dilində yazılmayıb. 1-3. Müəllif bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirir, bəli, bu ifadə də var. Poema Səfəvi şahlarından birinə itibah edilir, xeyr. Osmanlı hökmdarına itibah edilir. Sultan Süleyman Qanuniyə A variantı 1-3-5. Demək, 8-də Eyler-Bey diaqramındakı doğru fikirləri müəyyən eləməliyik. Demək, burada Dəhnamə və Leyli və Məcnun müqayisə edəcək bunların ikisini. Ana dilində poema janrında yazılıb hər ikisi, amma yazıblar bunu Dəhnaməyə. Biri çıxdıq. Ola bilməz. Biri çıxdığımıza görə B, E, bir də C variantını çıxdıq. 2 ilə başlayır. Əsər nikbi sonluqla bitirir, bəli. Görüşürlər, sonra sən qal imdi. Qəzəlini deyirlər, ayrılırlar xoşluqla. Əriz vəznin Həzəc bəhrində, bəli, klasik poemalar, məhəbbət mövzusunda olanlar. Demək, 2-3. Testimizin cavabı bəllidir, A variantıdır. 5-ə də hər etmalı, 4-ə, 5-ə, 6-ya baxaq. Aşıq eşqin əzabı əziyyətindən şikayətlənmir. Dəhnamədə şikayətlənir, Leyli və Məcnunda şikayətlənmir. Yanlış. Müəllif bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirib, bayaq demişdik, Leyli və Məcnunda 2-5. Sonra 6-da aşığın kədəri əks olunur hər ikisində. Yanlış. Testimizin cavabı A variantı. 9-a baxırıq. Süli Fəqih və Mustafa Zərinin Yusif və Züleyxa əsərləri üçün ortaq cəhətləri müəyyən edin. Orta dövrə aid ilk Azərbaycan poemalarıdır. İlk deyil. Onlardan qabaq Dəhnamə poeması, Dastan Əhməd Hərami var. Məsnəvi şəklindədir, doğrudur. Sonra bir də fars dilli poeziya örnəkləridir, xeyr. Bu əsərlər ana dilli ədəbiyyat nümunələrdir. Bir də 4 olacaq. Ana dilli epik poeziya nümunəsidir. C variantı 2-4. 10-cu suala baxırıq.
Füzulinin Leyli və Məcnun poemasında anasının Leyliyə nəsihəti hissəsinə aid deyil. Deyir ki, qızın büt kimi bir evdə durmasını təqdir edir. Bəli. Qızların həmişə gizli qalması lazım olduğu deyilir. Bu lap sonuncu misradadır o. Deyir ki, gizli qala həmişə qızlar belə bir ifadə keçir orada. Bunlar var orada, ona görə bunları götürmürük. Leyli anasına məktəbdən çıxmaq istədiyini deyir. Hə, belə şey. Leyli ona deyir ki, bilməz idim, qılmaz idim eşqin yadın, ta indi səndən eşitdim adın. Deyir, sevmək nədir, mən bilmirəm, sevmək nə olan şeydir. Falan belə şeylər deyir, amma məktəbdən çıxmağı anası təklif edir. Deyir ki, məktəbə getmə, yoxsa bizim adımız biabır olar, atam bilsə sənə əzab verir. Qızın aşıq olması qəbahət sayılır, bəli. Eyib olmaz oğlan olsa aşıq, aşıqlıq işi qıza nə layiq belə bir şeylər. Ar namusu itirmək dəhşətlə qarşılanır, bu da var. Demək, namusumuza layiq iş midir bu? Belə misra keçir səhv bilmirəmsə. 10-cu sualda C variantı.